Hər il Metropolitan Museum of Art muzeyində təşkil olunan Met Galanın mövzusu bu il Fashion is Art idi. Bu dəfə məşhurlar sanki canlı rəsm əsərlərinə və heykəllərə çevrilmişdilər. Gəlin gecənin ən çox diqqət çəkən ikonlarını ondan birə sıralayaq. Çəhrayı paltarlı qız əsərinin zərif və aristokratik ruhu, Meta Primavesi portreti əsərinin estetikası, Irislər əsərinin ekspressiv rəng dünyası, Lady Jane Grey'in edamı tablosunun dramatik atmosferi, Adele Bloch-Bauer'ın portreti əsərinin qızılı atmosferi, Arlbağı əsərinin romantik rəng palitrası, Samofrakiyalı Nika heykəlinin qədim estetikası, Örtüklü Vesta heykəlindən ilhamlanan mərmər heykəl estetikası, Müqəddəs Antoninin tovlanması əsərinin sürrealist və mistik abu-havası və nəhayət Miloslu Venera heykəlinin klassik gözəlliyi. Bəs sizcə belə bir moda tədbiri gələcəkdə Azərbaycanda keçirilə bilərmi?